Mitsubishi L200 2011-ci il. Deməli, qardaş yaxınlaşdı bir üstüyə, qardaşa deyirlər ki, qabaq mostun dağılıqdır. Biz də mostu, özümüzdən most şeyləmişik, çıxartmışıq ki, üstüdə müştəri gəlib, mostu qoyuruq üstünə. Altına girib baxırıq ki, burada gördüyünüz kimi, qranatı soymuşdur. Burada altına girib baxıram ki, qardaşda hardan qırılıbdır, dağılıqda yəni. Usta sərləncarlığından usta deyibdi ki, mostun içindən su gedib, most dağılıbdır. Qardaş gəlmişdi ki, 650 manata most alıb bana üstünə. Allah var, sağlar. Sağ ol. Yəni biz gördüyümüz işi çəkib qoyuruq TikToka. Yəni belə kimisə çexində çəkiliş edib valla TikToka gətirib şey qoymuyor, platformasına qoymuruq. Biz özümüz nə iş görürük onu qoyuruq. Bəzi orada yazırlar, hər Mitsubishi görəndə elə çəkib sən paylaşsan, yox, bizdə elə deyil. Bizim şəxsən öz servisimizdə olan işləri paylaşırıq. Başqa qeyri bir yeri mümkün deyil. Diqqətiniz üçün çox sağ olun.